Salamlayıram hər birinizi. Bugün sizinlə birlikdə cəmi 2 dəqiqə ərzində fiziki xəritəmizdə Azərbaycanın düzənliklərini təkrarlayacağıq. Başlayaq. Birinci Samur Dəvəçov alanı görürsünüz bu hissədə. Samur Dəvəçov alanının şimalında Şollar düzü, qərb hissəsində isə Qusar maili düzənliyi yerləşir. Cənuba doğru Yaşma düzü, cənub-şərqi Şirvan düzü, Səlyan düzü və Lənkəran ovalığı yerləşir. Təbii ki, Lənkəran ovalığı, Səlyan düzü, cənub-şərqi Şirvan düzü, həmçinin Samur Dəvəçov ovalığı Xəzər sahilində yerləşdiyindən burada abrazyon proseslər xarakterikdir. Kür çayının sol sahilinə baxdıqda Şirvan düzü bizim nəzərimizə çarpır. Şirvan, onun cənub-şərqində isə cənub-şərqi Şirvan yerləşir. Təbii ki, cənub-şərqi Şirvan Xəzər sahilindədir. Şirvan düzü isə gətirmə konusları ilə zəngindir. Kür çayının sağ sahilində Mil düzü və Muğan düzü, bizim məşhur qışlaqlarımız yerləşir. Azərbaycanın şimal-qərbinə doğru Qanıq-Əyriçay düzənliyini siz görürsünüz. Bu hissədə Acınoğur düzü, Qarayazı düzənliyi, Gəncə-Qazax düzü, bunun içində kiçik Xunam düzü, Qarabağ düzün siz görmüş olursunuz. İstər Qarabağ, istər Gəncə-Qazax, Qanıq-Əyriçay və Şirvan düzləri gətirmə konusları ilə zəngindir. Daha sonra Azərbaycanın cənub-qərb hissəsində Araz çayının sol sahilində aşağı Araz boyu düzənlikləri yerləşir ki, Gəyən, İncə və Hərəmi düzlərini biz buna aid göstərə bilərik. Ardıcı olaraq Gəyən, İncə, Hərəmik düzləri. Və nəhayət Naxçıvana gəldikdə, burada da 7 dənə Arazboy düzənliyimiz var ki, qərbdən şərqə doğru sizin üçün sayıram. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzləri. Bax, bu düzənlikləri siz Azərbaycan xəritəsində yerini bilməlisiniz.